Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə çox ləzzətli, asan hazırlanan türk baklavası resepti bölüşürəm. Üzəri xırçıltılı, içərisi yumuşaq, çox ləzzətli, bol qozlu baklava olur. Siz də mütləq hazırlayıb dadına baxmalısınız. Videonu sonacan izləməyi və bəyənməyi unutmayın. Keçək hazırlama qaydasına. Əvvəlcə şərbəti hazırlayıram. Şərbət üçün 3 stəkan şəkər tozunun üzərinə 3 stəkan soyuq su əlavə edib ocağın üzərində qaynamağa qoyuram. Şərbət qaynayarkən mən də xəmiri hazırlayıram. Xəmir üçün qaba 6 stəkan un, yarım çay qaşığı duz, 2 ədəd yumurta, 4 xörək qaşığı duru yağ, 2 xörək qaşığı sirkə və yarım stəkan su əlavə edib xəmir yoğurmağa başlayıram. Ehtiyac olduqca sudan əlavə edib biraz bərk, ələ yapışmayan xəmir yoğururam. Qeyd edim ki, bu xəmirə qabartma tozu və ya maya vurulmur. Bu şəkildə toparlayıb tam hazır edirəm. Çalışın xəmiriniz hamar xəmir olsun. Üzərini örtürəm. Yarım saat dincəlməyə qoyuram. Bu arada şərbətimiz artıq qaynayıb. Qaynayan şərbətə 2 xörək qaşığı limon suyu əlavə edirəm. Və bir neçə saniyə daha qaynadıb altını söndürüb kənara soymağa qoyuram. Xəmirimiz artıq dincəldi. Dincələn xəmiri götürüb təzgahın üzərinə qoyuram və uzunsov forma verib 12 cündəyə ayırıram. Ayırdığım xəmirləri yuvarlaq forma verirəm. Əlimlə gündə forması verib yuvarlayıb bir qaba yığıram. Bu formada yığıb qurumasın deyə üzərini örtürəm. İçlik üçün blenderdən keçirdiyim qoz ləpəsindən istifadə edirəm. Çalışın, çox da xırda etməyəsiniz, ləpə biraz iri olmalıdır. Xəmiri götürüb nişasta ilə yaymağa başlayıram. Yaymaq üçün qarğıdalı nişastasından istifadə edirəm. Paxlava xəmiri üçün nişasta ilə yaymaq çox vacibdir türk paklavasında. Olduqca böyük, geniş yaymağa çalışıram ki, nazik olsun. Xəmiri gördüyünüz formada nazik şəkildə açdım və arasına gözə yarı şəkildə qoz ləpəsindən səpirəm. Və gördüyünüz qaydada oxlovla vururam. Əgər sizdə nazik oxlov varsa, onunla daha rahat vura bilərsiniz. Mənim oxlovum bu formada idi. Bacardığım qədər bununla vurmağa çalışdım. Kənar hissələrindən belə sıxaraq vurma paxlava forması verirəm. Və ehtiyatla çıxarıb yağladığım soba listinə qoyuram. Hər bir xəmiri eyni qayda ilə yayıb, içlikdən arasına əlavə edib, oxlovla vurub, soba listinə yığıram. Daha aydın olsun deyə bir daha göstərirəm. Və hər birini eyni qayda ilə hazırlayıram. Hər birini hazırlayıb soba listinə qoydum. Məndə bir gündə artıq qaldı. 12 ədəd götürmüşdüm, amma 11 ədəd yerləşdi. Bu formada kəsirəm, təxminən 3 sm uzunluğunda. Və əritdiyim kərə yağını üzərinə fırça ilə bol-bol çəkirəm. Əridərkən biraz içərisinə sarkik əlavə etmişdim. Hər birinə fırça ilə yağ çəkdikdən sonra sobada bişməyə qoyuram. 180 dərəcəli sobada təxminən 35-40 dəqiqə ərzində bişdi. Hazır olur. İsti paxlavanın üzərinə soyumuş şərbəti əlavə edirəm və bir neçə saat, hətta bir gecə şərbəti canına çəkməsini gözləyirəm.
Paxlava artıq şərbət canı çəkdi, hazırdır. Çox dadlı oldu. Siz də mütləq hazırlayıb fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Məni Instagram və TikTok hesabından da izləyə bilərsiniz. Yeni videolarımda görüşmək diləğiyle.